Salam əziz tamaşaçılar. Dünən həyata baxışın yalnız maddi və ictimai deyil, həm də mənəvi yönlərindən danışdıq. Və qeyd elədik ki, baxışımız nə qədər geniş olarsa, bir o qədər düzgün qərarlar verərik, həyatı düzgün dəyərləndirərik və səhv və xətalardan uzaq olarıq. Bu da öz növbəsində həyatı bizim üçün asanlaşdırar. Bugün isə istəyərdim ilahi razılıq və qəzəbdən danışaq. Ramazan ayında, Allah ayında. Xalqımızın gözəl ənənələrindən biri budur ki, kiməsə təşəkkür edərkən Allah razı olsun deyirik. Yəni, mən nə qədər də təşəkkür etsəm azdır. Sənin bu yaxşılığının qarşılığı yalnız Allahın razılığını əldə etməkdir. Yaxşılığın qarşılığı dünyada heç bir mükafatla ödənməz. Ona görə də biz bizə yaxşılıq edən insanlara Allah razı olsun deyirik. Bəs Allahın razılığı nədir? Hansı halda Allah bizdən razı olur? Hansısa işdən məmnun olmağın nişanəsi o işlə bağlı gözləntilərin doğrulmasıdır. Biz özümüzdən müəyyən gözləntilərimiz olduğu halda bəzi işlər görürük və o gözləntilər doğrulmadıqda biz özümüzdən razı olmuruq. Allahın razılığı da belədir. Allahın bizdən razı olması üçün Allahın bizdən olan gözləntilərini doğrultmağa çalışmalıyıq. Allahın bizdən olan gözləntisi nədən ibarətdir? Əvvəla bunu qeyd edim ki, insan yeganə varlıqdır ki, birbaşa Allahdan feyz ala bilir. İnsan Allaha qovuşmaq potensialına malikdir. İnsanın yeganə ləzzəti Allaha qovuşmağın ləzzətidir. İnsan Allahla görüş üçün xəlq olunub. İnsanın bütün mənəvi ehtiyaclarını Allahla görüş təmin edə bilər. İnsan Allaha qovuşduğu zaman sakitləşir, aram olur və sözün həqiqi mənasında ləzzətlərə qərq olur. Həyatımız boyunca nə qədər ləzzətlərimizin olduğunu təsəvvür edin. Biz müxtəlif şeylərdən ləzzət ala bilirik. Bəzi insanlar yemək kimi fizioloji ehtiyacların ödənməsindən ləzzət alır. Digər insanlar elm öyrənmək kimi intellektual fəaliyyətdən ləzzət alır. Adam var sevimli işindən, insan var dostlarla ünsiyyətdən zövq alır və hər kəsin özünə məxsus ehtiyacları var. Və bu ehtiyaclar ödəndikdə insan məmnunluq hissi keçirir, şad olur, sevinir. Ləzzətlərin sayı hesabı yoxdur və şübhəsiz ki, biz bütün bu ləzzətləri dada bilmərik. Nə qədər çalışsaq da, bütün həyatda mövcud olan ləzzətləri ayrı-ayrılıqda dada bilməyəcəyik. Ona görə də müxtəlif ləzzətlərə deyil, ləzzətlərin mənbəyinə can atmalıyıq. Biz yalnız ləzzətlərin mənbəyinə qovuşmaqla özümüzə layiq olan ləzzəti, zövqü ala bilərik. Bu isə Allahın özüdür. Ləzzətlərin mənbəyi, sevincin mənbəyi Allahın özüdür. Həyatdakı bütün şirin anlarımız Allaha bağlılığımızın nəticəsi ola bilər. Ən böyük, ən şiddətli və həmişə artan ləzzət Allaha bağlılığın ləzzətidir. Çünki Allah özü tükənməzdir və o tükənməz bir sevinc mənbəyidir. Və Ramazan ayında biz bu sevinci yaşayırıq. Həqiqətən də Ramazan sevinci başqa ayların sevincindən fərqlənir. Çünki bu ay il ərzində bizim Allaha ən yaxın olduğumuz zamandır. Və Allaha yaxın olduğumuzdan da yaşamaqdan belə zövq alırıq. Eyni küçələrlə hərəkət edirik, eyni mühitdə yaşayırıq, amma sanki hər şey başqalaşır. Çünki biz Allahla ünsiyyətdəyik. Allahla ünsiyyətdə olmağın sevinci hər şeyə sirayət edir. Təbiət də başqalaşır, insanlar da başqalaşır. İnsan hər bir şeydən ləzzət və zövq almağa başlayır. Ona görə də insan bu ayda sözün əsl mənasında sevinc yaşayır. Bu, bənzəri heç yerdə olmayan Ramazan sevincidir. Ramazan ayında, Allah ayında. Allahın razılığı insanın ona qovuşmasıyla sonsuz ləzzətlərə qərq olması, qəzəbi isə insanların ləzzətdən məhrum olmasıdır. Yəni, insan ləzzət nöqteyi nəzərindən aza qane olursa, irəliləmək istəmirsə, o durğunluq içində olur və
Allahın qəzəbi onun bu halına şamil olur. Həyatın dəyərini bilmək, xoşbəxtlik üçün çalışmaq vacibdir. İnsan sonsuzluğa can atan bir varlıqdır və bu yolda insanın Allah kimi bir arxa dayağı var. İnsan Allaha söykənərsə, Allahın razılığı onun üçün ən önəmli mövzuya çevrilərsə, yaşamaq və mücadilə etmək asanlaşır. Xoşbəxtlik, inkişaf üçün çalışmamaq, Allaha arxalanmamaq anlamına gəlir. Həyat da belədir. Həyatı dəyərləndirdikcə, həyat bizə zövq verməyə başlayır. Biz həmişə həyatı sevərək yaşamalıyıq. Həyatı Tanrının bir neməti olaraq dəyərləndirməliyik. Belə olarsa, həyat da bizə sevinc bəxş edəcək. Həyat onu sevənləri sevindirir. Həyatdan bezən insanlar, ağrı acı içində yaşayan, bədbin olan insanlar həyatdan zövq almır. Yeri gəlmişkən, günah da ona görə pisdir ki, insana məyusluq və bədgümanlıq hisslərini aşılayır. Günah ona görə pisdir ki, insanda pesimist əhval-ruhiyyə yaradır. Diqqət edərsinizsə, günahlar insanın ürəyində qəm yaradır, qüssə yaradır. Və insan günahı ona görə tərk etməlidir ki, həyatda insan qüssələnməməli, qəmlənməməli. Qəmi də pozitiv olmalıdır. İnsan paxıllıqdan, həsəddən, təkəbbürdən qəmlənirsə, bu qəmlər insanın həyatını xora kimi yeyir və insanın inkişafına mane olur. İnsan kiminsə qeybətini etməklə ani olaraq zövq ala bilər. Yalan danışmaqla hansısa bir mənfəətə çata bilir. Amma diqqətlə baxdıqda hiss edir ki, bu günahlar insanın ruhuna sarsıdıcı zərbələr endirir və insan günah etdikdən sonra qəlbinə qəribə bir qəm çökür. Ona görə də günah etməmək təkcə axirət xoşbəxtliyi üçün deyil. Allah bizi günahlardan uzaq tutmaqla şad yaşayış bəxş etmək istəyir bizə. Bizim şad yaşamağımız üçün, ləzzət içində yaşamağımız üçün günahları tərk etməyimizin vacib olduğunu deyir. Çünki günah içində keçən ömür istirab, əzab, əziyyətdən başqa bir şey deyil. Bütün günahları biz incələsək, görərik ki, günahlar, belə demək mümkünsə, ləzzətlərin qənimidir. Zahirən ləzzətli, cazibəli görünmələrinə baxmayaraq, günahlar insanı xoş, zövqlü yaşayışdan məhrum edir və nəinki axirətdə, eyni zamanda dünyada ən müxtəlif əzablara düçar olmasına gətirib çıxarır. Ramazan ayında, Allah ayında. Ramazan ayının digər bir özəlliyi və əsas xüsusiyyəti bundan ibarətdir ki, bu ayda Quran-ı Kərim nazil olub. Bu ayda orucla yanaşı Quran oxumaq tövsiyə olunur. Çünki Ramazan ayı həm də Quran ayıdır. Tanrının, Allahın bəşəriyyətə bəxş etdiyi sonuncu kitab, ən kamil din məhz bu ayda insanlara ərmağan edilib. Peyğəmbərimizə Quran-ı Kərim bu ayda nazil olunub. Quran ayələrini oxumaqla biz Allahla ünsiyyət qurmuş oluruq. Quran ayələrini oxumaq həmin ayələrdə Allahın sevgisini hiss eləmək anlamına gəlir. Quran sıradan bir kitab deyil, Allahın insanlara yaratdıqlarına göndərdiyi bir eşq naməsidir, eşq məktubudur. Allah insanı o qədər çox sevir ki, ona düzgün yaşamağın yollarını bütün xırdalıqlarıyla öz kitabında açıqlayır. Bir hörmətli bir insan bizə zaman ayırdıqda biz qürur hissi keçiririk. Deyirik ki, o əzəmətdə, böyüklükdə insan öz vaxtını mənə sərf etdi. Yerləri və göyü yaradan Allah Quran nazil eləməklə bizə nə qədər önəmli olduğumuzu çatdırmaq istəyir. Bu ayələrdə hissə-hissə, kəlmə-kəlmə bizə necə yaşamalı olduğumuzu izah edir. Necə ki, biz öz övladımızı sevdiyimizdən, öz övladlarımıza məhəbbət bəslədiyimizdən onlara nəsihət edirik, doğru olanları göstəririk. Allahın kitabını məhz bu hisslə oxumaq lazımdır. Məni yaradan Allah öz sevgisini, məhəbbətini mənə ifadə etmək üçün mənə kitab göndərib. Dürüst, doğru yaşamağın yollarını öyrədib. Bu kitabda
bizi düşünməyə vadar edir, təfəkkür etməyə vadar edir. Quran-ı Kərimi oxuduqda başdan ayağa insana dəyərini xatırlatdığını görürük. Quran bizə anladır ki, sən çox dəyərlisən, çox qiymətlisən. Quran ayələri insanın dəyərli bir varlıq olduğunu insanın özünə izah edir. İnsanın qiymətinin, dəyərinin nədə olduğunu insana izah edir. Və Allahın insanlara sevgisi sonsuz olduğu üçün Quran-ı Kərimin də dərin qatları var və Qurandan həqiqətləri anlamaq sonsuz bir prosesdir. İnsan eyni ayələri ömrü boyunca oxuduqca o ayələr insana sirlərini açmaqda davam edir. Quran tükənməz bir xəzinədir və Quran, bir daha təkrar edirəm, Yaradanın yaranmışa eşq məktubudur. Yaradanın yaranmışa eşqinin ifadəsidir. Allah Quranda bizimlə sonsuz məhəbbətlə danışır. Hətta əzab ayələrinə biz baxdıqda, onlar da mehriban ata-ananın tənbihinə bənzəyir. Quranda Allahın qəzəb ayələri belə sevginin məhsuludur. Allah insanı sevdiyindən qarşıda onun təhlükələr gözlədiyini ifadə edir, bəyan edir. Ona görə də bu ayda insan Quran oxumağa üstünlük verməlidir. Amma təfəkkürlə Quran oxumaq tövsiyə olunur. Peyğəmbərimiz buyurur ki, bir ayəni düşüncə ilə oxumaq, bir çox ayələr oxumaqdan, təfəkkürsüz düşüncəsiz oxumaqdan daha fəzilətlidir, daha üstündür. Ona görə də Quranı təfəkkürlə oxuyaq, düşünərək oxuyaq. Ərəbcə bilənlər orijinaldan da oxuyur. Ərəb hərflərini bilib mənaları başa düşməyənlər tərcüməyə müraciət edərək Quran-ı Kərimi oxumalıdır. Və Quran Allahın bizimlə danışmasıdır. Qurana cavab olaraq biz də dualar vasitəsilə Allahla danışmalıyıq. Ramazan ayı Allahla ünsiyyət ayıdır. Allahla ünsiyyətin iki forması var. Bir, Quran oxumaq, Allahın bizimlə danışması. İki, bizim dua etmək vasitəsilə Allahla danışmağımız. Ona görə də Ramazan ayı həm Quran ayıdır, həm də dua ayıdır. Ramazan ayında, Allah ayında. Quran-ı Kərimin bir ayəsi ilə bugünkü söhbətimizi yekunlaşdırmaq istəyirəm. Ayədə buyurulur, məgər Allahın razılığını qazanmaq üçün gedən kimsə, Allahın qəzəbinə gələn və sığınacaq yeri cəhənnəm olan kimsə ilə bərabər tutula bilərmi? Ora nə pis qayıdış yeridir. Həqiqətən də Allah iki insanı bu ayədə müqayisə edir. Allahın razılığını qazanmaq üçün çalışan insan qəzəbə düçar olanla eyni ola bilməz. Və insanın son dönüş yeri Allahın əzabı olarsa, Quranda qeyd olunur ki, o nə pis dönüş yeridir. Ramazan ayı həm də bu iki yoldan birini seçməyə bizi istiqamətləndirir. Ramazan ayı Allahın razılığını qazanmaq üçün il ərzində ən münasib fürsətdir və Ramazan ayında bağışlanmayan insanlar digər aylarda çətin ki, bağışlansınlar. Ramazan ayı Allahın razılığını qazanmaq, itayət, ibadət, digər insanlara yaxşılıq etmək və mərhəmət ayıdır.